Hörmətli izləyicilər, 2 gün öncə kanalımızda Göyçay rayonunun İnçə kəndində antisanitar vəziyyətlə bağlı video sujet yayımlanmışdır. Bugün əldə etdiyimiz məlumata əsasən Göyçay rayon polis şöbəsinin müşayiəti və əlaqədar qurumların fəaliyyəti nəticəsində ərazidəki antisanitar vəziyyət tamamilə aradan qaldırılmışdır. Belə operativ fəaliyyət göstərdiklərinə görə Göyçay rayon polis şöbəsi başda olmaqla digər əlaqədar qurumlara öz dərin təşəkkürümüzü bildiririk və bütün rayonlara doğrudan da örnək olası bir işdir. Çünki ətraf mühitin qorunması bugün dövlətimizin əsas prinsiplərindən və tələblərindən biridir. Hesab edirik ki, ölkə boyunca bu cür monitorinqlər aparılmalıdır və nəticəsi, əgər belə hallar varsa, aradan qaldırılmalıdır və nəticə olmalıdır görülən işlərin. Bir daha təşəkkür edirik, xahiş edirik ki, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olmağı unutmayın.